Kuranda insan psixologiyasının 6 zəif cəhəti. 1. Tələsən. İnsan təbiət etibarilə tələsik yaradılmışdır. Səbirsizdir. Hər şeyin dərhal olmasını istəyir. Ənbiya surəsi 37. 2. Nankör. Şübhəsiz ki, insan Rəbbinə qarşı çox nankördür. Adiyyat surəsi 6. 3. Mübahisəçi. İnsanın ən çox etdiyi şey mübahisə etməkdir. O, çox çəkişməlidir. Kəhf surəsi 54. 4. Ümidsiz. Ondan, yəni insandan bir neməti geri alsaq, dərhal ümidsizliyə qapılar, nankör olar. Hud surəsi 9. 5. Həris və tamahkar. İnsan bir xeyir gördükdə onu kimsəyə vermək istəməz. Bir çətinliyə düşdükdə isə dözümsüzlük göstərər. Həqiqətən insan sərvətə çox həris yaradılmışdır. Ona bir şər toxunduqda fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə simiklik edər. Məaric surəsi 19-21. 6. Özünü kafi hesab etmək. İnsan özünü ehtiyatsız və hər şeyə sahib gördükdə azğınlığa meyl edir. Xeyr, həqiqətən insan azğınlıq edər. Özünün ehtiyatsız olduğunu gördüyü üçün. Ələq surəsi 6-7.